serebral iflici erkən aşkar eləmək də olur. Məsələn, elə düşünürlər ki, serebral iflic diaqnozu qoymaq üçün uşaq 1 yaşına gəlib çatmalıdır ki, biz görək ki, uşaq yerimir və bilək ki, bu uşaq serebral iflicdir. Xeyr, müasir protokollarla və xüsusi şkalalar istifadə eləməklə biz daha erkən təyin edə bilirik serebral iflici. Məsələn, hətta 3 aylıq uşaqda biz şübhələnə bilərik ki, bu uşaqda doğuş zədəsi nəticəsində, hamiləlik problemi nəticəsində problem yaradıb. Nəyə görə? Bunun üçün uşağın inkişafını çox ciddi izləmək lazımdır, hərəkətlərini, anadan gəlmə reflekslərini. Biz körpə hər ayın, uşağın hər ayının öz hərəkətləri var. Tutaq ki, 3 ayında uşağın biz göz kontaktına baxırıq, əllərinin hərəkətinə, hər iki əlini ağzına aparırmı, hər iki əlindən istifadə edə bilirmi, əlindən tutanda özünü çəkə bilirmi, üzü üstə qoyanda uşaq boynunu saxlaya bilmirmi? Yəni, bütün bu faktlar bizim üçün çox vacib əhəmiyyətlidir ki, biz bilək ki, bəli, bu uşaqda artıq inkişafının etapında neysə bir proses baş verir və uşağın inkişafı dayanır. Ona görə ən erkən müddətdə belə diaqnostika eləmək mümkündür.